uşaqların fərdi olaraq formalaşması üçün valideynlərin rolu çox böyükdür. Yəni, çox önəmlidir, əhəmiyyətlidir. Yəni, nə qədər də uşaq, mən hər zaman deyirəm, indi valideyn mənim sözümü təsdiqlə mərkəzimizə gələn valideynlərdəndir. Nə qədər uşağı loqopedə aparırsan, apar, nə qədər psixoloqa aparırsansa, apar. Ev şəraitində düzgün şəkildə iş aparılmasa, belə deyim, nəticə istədiyimiz səviyyədə ola bilməz. Çünki uşaqlarda bərpa aparılırsa, əgər biz atipik uşaqlardan danışırıqsa, məsələn, biraz pozuntu olan uşaqlardan danışırıqsa, bərpa aparılırsa, bu işin 30% istəyirsiniz, bunu yazın. Çünki sizdə bu gələcəkdə önəmli olacaq, dəyərli mütəxəssislər, kolleqalar. Əgər ki, uşaqların korreksiyası aparılırsa, işin 30%-i valideynə, 30%-i mütəxəssisə, 30%-i uşağa, yerdə qalan 10%-i ətraf mühitdir. Nə bilim, cəmiyyətlə, bağçadır və yaxud da ki, parkdır, digər mühitlərdir, oyun meydançasıdır. Yəni bu şəkildə.